Almaniya deyəndə ağla ilk nə gəlir? Yəqin ki, dəqiqlik, mühəndislik, Vorsprung durch Technik. BMW, Mercedes. Aynən. Hər şeyin saat kimi işlədiyi bir ölkə, elə deyilmi? Bəs sizə desəm ki, bu ölkənin paytaxtının əsas hava limanını tikmək planlaşdırılandan təxminən 10 il çox vaxt apardı. Və milyardlarla avro daha baha başa gəldi. Bəli. Bu, John Kampferin bizə təqdim etdiyiniz Almanlar niyə daha yaxşı edir kitabında təsvir edilən Almaniyanın saysız-hesabsız ziddiyyətlərindən yalnız biridir. Bugün biz sizin mənbənizə əsaslanaraq müasir Almaniyanın DNT-sini, onun mürəkkəb və bəzən də, necə deyim, anlaşılmaz ruhunu anlamağa çalışacağıq. Yəni bir ölkə bəşər tarixinin ən dəhşətli cinayətlərini törətdikdən sonra özünü mənəvi cəhətdən necə yenidən qura bilər? Bu əsas sualdır. Düzdür. Və Alman dəqiqliyi ilə Alman xaosu bir-biri ilə necə yola gedir? Gəlin bu məsələnin bir dərinliyinə gedək. 3 əsas dayanacağımız olacaq. Aha. Birincisi, Almaniyanın öz dəhşətli keçmişi ilə demək olar misli görülməmiş üzləşməsi. İkincisi, Berlin divarının yıxılmasından sonraki birləşmənin heç də nağıllardakı kimi olmayan hekayəsi. Və nihayət o məşhur iqtisadi model və mədəni xüsusiyyətlər. Gəlin ən başdan, 1945-ci ildən başlayaq. Almanların özləri bu anı Stunde Null, yəni 0 saat adlandırır. Ölkə tamamilə xarabalığa çevrilmişdi, fiziki və mənəvi olaraq. Tamamilə. Bəs onlar bu küllərin içindən necə qalxdılar? Mənbə göstərir ki, hər şey bir sənədlə başladı. Grundgesetz, əsas qanun. Bu, həqiqətən də çox vacib bir məqamdır. Grundgesetz əslində müvəqqəti bir konstitusiya kimi düşünülmüşdü. Çünki o zaman Almaniya hələ bölünmüşdü axı. Amma o qədər möhkəm və müdrikçəsinə yazılmışdı ki... Bugünə qədər qüvvədədir. Bəli. Kitabda qeyd olunur ki, bu, keçmişdəki o dəhşətli səhvlərə birbaşa reaksiya idi. Onun elə birinci maddəsi hər şeyi deyir. İnsan ləyaqəti toxunulmazdır. Bu, Weimar Respublikasının zəifliyindən və nasist rejiminin vəhşiliyindən çıxarılan bir dərs idi. Deməli, dayanıqlı, güclü bir sənəd. Çox güclü. Mənbə onu əsl şah əsər adlandırır və bu, çox unikal bir anlayış yaradır. Konstitusiya vətənpərvərliyi. Bir dəqiqə, bu konstitusiya vətənpərvərliyi nə deməkdir? Yəni, insanlar öz bayraqları və ya hərbi paradları ilə yox, hüquqi sənədləri ilə fəxr edirlər. Bu, biraz qəribə səslənir açığı. Qəribədir, amma Alman reallığı üçün çox məntiqlidir. Siz təsəvvür edin ki, bir millət öz kimliyini tarixi zəfərlərlə deyil, öz qaydalar toplusu ilə, yəni hamı üçün ədaləti təmin edən demokratik sistemi ilə qurur. Bir növ təhlükəsizlik kəməri kimi. Aynen. Kitabda deyilir ki, bu millətçiliyin təhlükəli formalarına qarşı bir təhlükəsizlik kəməridir. Onlar anlayıblar ki, öz tarixləri ilə fəxr edə bilməyəcəklər, ona görə də özlərini qurduqları sabit sistemlər müəyyən etməyə başlamışlar. Bu, onların milli qürurunun təməlinə çevrilib. Ancaq bu proses asan olmadı, elə deyilmi? Kitabda deyilir ki, uzun müddət bir sükut var idi. Nəhayət 68-ci il nəsli öz valideynlərini, müəllimlərini danışmağa məcbur etdi. Bəli, onları sorğu-suala tutdular ki, siz o vaxt nə edirdiniz? Məhz bu Erinnerungskultur, yəni xatirə mədəniyyətinin yaranmasına səbəb oldu. Xatirə mədəniyyəti. Tamamilə doğrudur. Və bu, sadəcə peşman olmaq deyil, keçmişi unutmamaq üçün aktiv, bəzən də çox ağırlı bir səy göstərməkdir. Bir növ milli terapiya prosesi idi. Kitab bunun bir neçə çox təsirli formasını göstərir. Məsələn, Berlinin tam mərkəzindəki o nəhəng, qətlə yetirilmiş Avropa Yahudiləri anıtı. Brandenburg qapısının yanında. Bəli, o, içində gəzə biləcəyiniz, sizi çaşdıran, narahat edən beton bloklardan ibarət bir labirintdir. Gözəl bir abidə deyil, əksinə, itkinliyin və dəhşətin fiziki təcəssümüdür. Bu, xatirə mədəniyyətinin ən təsirli nümunələrindən biri də məncə Stolpersteindir, yəni bürünmə daşları. Təsəvvür edin, Berlində bir küçə ilə gedirsiniz və ayağınızın altında parlayan kiçik bir bürünç lövhəyə ilişirsiniz. Hər yerdə var. Əyilib baxanda bir ad, bir doğum və ölüm tarixi görürsünüz. Bu, evdə yaşamış və ölümə göndərilmiş bir insanın xatirəsi. Kitab bunu keçmişin gündəlik həyata bir növ soxulması kimi təsvir edir. Görməzdən gələ bilməzsiniz. Elədir.
Və bu prosesdə simvolik anlar da çox vacib olub. Məsələn, 1970-ci ildə kansler Willy Brandt'ın Varşavada getto qurbanları abidəsi önündə diz çökməsi. Bu Knifel hadisəsi idi. Planlaşdırılmamış bir hərəkət. Güclü bir üzrxahlıq jesti. Amma kitab onu da vurğuluyur ki, o dövrdə Almaniyanın özündə çoxları onu vətənə xəyanətdə ittiham edirdi. Yəni bu xatirə mədəniyyəti heç də hamı tərəfindən dərhal qəbul edilmədi. Deməli, bu da bir mübarizə olub. Uzun və mübahisəli bir mübarizənin nəticəsi idi. Və sonra digər bir dönüş nöqtəsi, 1985-ci ildə Prezident Richard von Weizsäcker'in çıxışı. Bəli, bu bəlkə də müharibədən sonraki Almaniyanın ən vacib çıxışı idi. O, 8 maya Almanlar üçün məğlubiyyət günü yox. Azadlıq günü elan etdi. Bəli, nasist zülmündən azadlıq günü. Bu bütün hekayəni dəyişdirdi. Bu, Almanları qurban rolundan çıxarıb, öz tarixləri üçün məsuliyyəti öz üzərinə götürən bir millətə çevirirdi. Müasir Alman kimliyinin təməldaşlarından biri idi. Divar yıxılır. Bütün dünya bunu bir nağılın xoşbəxt sonluğu kimi görür. Amma sizin mənbəniz göstərir ki, pərdə arxasında reallıq tamamilə fərqli idi. Çox fərqli. Bu, iki bərabər hüquqlu dövlətin birləşməsi deyildi. Mənbədə bu, daha çox qərbin şərqi udması kimi təsvir olunur. Hətta çox ağır bir termində istifadə olunur. Bəli, Anschluss, yəni ilhaq. Bu, Hitlerin Avstriyanı ilhaq etmək üçün istifadə etdiyi sözdür. Və onun burada istifadəsi birləşmənin şərq Almanları tərəfindən necə hiss edildiyini çox aydın göstərir. Hər şey çox sürətlə baş verdi. Şərqi Almaniyanın bütün sistemi demək olar ləğv edildi. Konstitusiyası, qanunları, hətta yol hərəkəti nişanları belə. Bir gecədə hər şey qərbin sistemi ilə əvəzləndi. Psixoloji təsiri isə çox ağır idi. İnsanların beynində yeni bir divar yaranmışdı. Mauer im Kopf, yəni beyindəki divar. İqtisadi tərəfi isə sadəcə inanılmazdır. Kitabda Aufbau Ost layihəsindən bəhs edilir. Şərqin yenidən qurulması. Bu layihəyə 2 trilyon avrodan çox pul xərclənib. 2 trilyon avro və bu Soli adlı həmrəylik vergisi ilə maliyyələşdirildi. Bütün Almanların maaşından tutulurdu. Ancaq bu qədər sərmayə baxmayaraq, nəticələr hələ də, necə deyim, qeyri-bərabərdir. Bəli, çünki problem pulun necə xərclənməsində idi. Şərqi Almaniyanın sənaye müəssisələri demək olar ki, hamısı sürətlə qərb şirkətlərinə satıldı və ya bağlandı. Bu, kütləvi işsizliyə səbəb oldu. Milyonlarla insan qərbə köçdü. Bəli, insanlar təkcə işlərini deyil, bütün həyat tərzlərini, sosial statuslarını, kimliklərini itirdilər. Kitabda bir statistika var, çox sarsıdıcıdır. Bugün belə, şərqdən olanlar Almaniya əhalisinin 17%-ni təşkil etsə də, yüksək vəzifələrin yalnız 1,7%-nə sahibdirlər. Bu, inanılmaz bir rəqəmdir. dəhşətli bir fərqdir. Və bu, dərin bir küskünlük yaradır. Mənbə bunu küskünlük pozğunluğu adlandırır. Tamamilə. Bu, təkcə iqtisadi bir şey deyil. Bu, həm də eşidilməmək və ikinci dərəcəli vətəndaş kimi görülmək hissidir. Və bu, AfD kimi ifrat sağçı populist partiyaların şərqdə niyə bu qədər güclü olduğunu böyük ölçüdə izah edir. Onlar bu küskünlükdən qidalanırlar. Bəli, bu küskünlükdən və itirilmiş kimlik hissindən. Şərq Almanları üçün bu, nəhayət ki, kimsə bizim səsimizi eşidir hissini yaradır. Hətta bu səsin təklif etdiyi həll yolları təhlükəli olsa belə. Şərq Almaniyadakı bu küskünlük və nizamın pozulması hissi Almaniya haqqındakı o klassik stereotiplərlə tam bir təzad təşkil edir. Və bu məni üçüncü hissəyə gətirir. Qaydalar. Hə, o məşhur Alman qaydaları. Kitabda bununla bağlı çox gülməli bir hekayə var. Müəllif səhər saat 4-də Berlində tamamilə boş bir yolda qırmızı işıqda keçir və bir Alman onu danlayır, hətta cərmələtdirir. Bəs bunun arxasında nə dayanır? Bu sadəcə kör-körənə itaətdirmi? Kitabda keçmiş bir pankrokçunun çox maraqlı izahı var və bu, mənim də bu mövzuya baxışımı dəyişdi. O deyir ki, yox, bu kör-körənə itaət deyil. Bu, cəmiyyətdə qarşılıqlı öhdəlik hissinə olan dərin bir inancdır. Yəni? Yəni, qaydalar ona görə vacibdir ki, onlar zəifi güclüdən qoruyur. Səhər saat 4-də qırmızı işıqda gözləməyinin səbəbi sistemin hamı üçün eyni işlədiyinə inanmağındır. Onlar rechtsfreie Raum, yəni qanunsuz qaydasız bir məkandan dəhşətli dərəcədə qorxurlar. Çünki tarixləri onlara bunun nəticəsini göstərib. Aynən.
tarixləri onlara belə bir məkanın hara apara biləcəyini göstərib. Bu, sosial müqavilə iqtisadiyyata da aiddir. Kitabda Mittelstand fenomeni təriflənir. Bunların nəhəng korporasiyalar deyil, Xeyr. Bunlar öz sahələrində dünya lideri olan, yüksək ixtisaslaşmış, əksəriyyəti ailəyə məxsus kiçik və orta ölçülü şirkətlərdir. Alman iqtisadiyyatının onurğa sütunu. onların fəlsəfəsi də fərqlidir, elə deyilmi? Tamamilə fərqlidir. Onların əsas məqsədi səhmdanlar üçün qısa müddətli mənfəəti artırmaq deyil. Onlar öz işçilərinə, yerləşdikləri kiçik şəhərə, məhsullarının keyfiyyətinə qarşı uzun müddətli bir məsuliyyət hiss edirlər. Bu, o sosial bazar iqtisadiyyatı modelidir. Düzdür, işçilər idarə heyətində təmsil olunur. Qərarlar konsensusla verilir. Bu sistem bəzən invaziyanı ləngidə bilər. Çünki hər şey daha yavaş baş verir, amma inanılmaz bir sabitlik və davamlılıq yaradır. Kitabda məni ən çox təəccübləndirən məqamlardan biri almanların ingilis mədəniyyətinə olan, demək olar, birtərəfli sevgisidir. Yəni, ingilislər daima onlarla zarafat edir. 2 dünya müharibəsi və 1 dünya kuboku. Bəli, amma buna baxmayaraq Almanlar Britaniyaya heyranlıqla yanaşırlar. Hər yeni il bütün ölkənin eyni 1963-cü il istehsalı olan Qara Ağ Britaniya komediyasına Dinner for One-a baxması, bu sadəcə inanılmazdır. Bunun səbəbi nədir? Bu həqiqətən də qəribə bir fenomendir. Kitabda bu bir növ qarşılıqsız sevgi kimi təsvir edilir. Very British, A German Point of View adlı məşhur bir sərgidən danışılır. Almanlar Britaniyanın pop mədəniyyətini, musiqisini, Monty Python kimi yumorunu mənimsəyiblər. Amma eyni zamanda Brexit kimi hadisələri anlaya bilmirlər. Heç anlaya bilmirlər. Və xüsusilə Boris Johnson kimi bir fiquru. O, onların dəyər verdiyi ciddi, proqnozlaşdırıla bilən, qaydalara riayət edən siyasətçi tipinin tam əksidir. Bu, onların anlaya bilmədiyi bir xaosdur. Almanlar üçün siyasət ciddi bir işdir, şou deyil. Yekun olaraq bütün bu ziddiyyətləri bir araya gətirsək, bugün Almaniya haqqında nə deyə bilərik? Qarşımızda öz dəhşətli keçmişini dərindən araşdırmış, lakin hələ də yaxın tarixindən qalan daxili parçalanmalarla mübarizə aparan bir ölkə var. Bəli, heyrətamiz ziddiyyətlər millətidir. Dünyanın ən yaxşı avtomobillərini istehsal edir. Lakin paytaxtlarının hava limanını 10 il gecikməklə tikirlər. Qlobal ixrac çempionudurlar, amma iqtisadiyyatları kiçik şəhərlərdəki ailə şirkətlərinə bağlıdır. Düzdür. Tarixlərinə qarşı həddindən artıq həssas olmaları onları bir tərəfdən çox ehtiyatlı edir, digər tərəfdənsə 2015-ci il qaçqın böhranı kimi anlarda bütün qaydaları pozaraq cəsarətli, mənəvi addımlar atmağa sövq edir. Bu, daim özü ilə mübarizə aparan, lakin bu mübarizədən güc alan bir ölkədir. Kitabda Alman vətənpərvərliyinin çox vaxt konstitusiya vətənpərvərliyi olduğu deyilir. Yəni, onlar öz tarixləri ilə deyil, qurduqları demokratik sistemləri ilə fəxr edirlər. Elədir. Qlobal miqyasda millətçi hərəkatların yenidən yüksəldiyi bir dövrdə mənbəniz sizi bir sualla baş-başa qoyur. Almaniyanın yaddaşa və qaydalara əsaslanan bu unikal kimlik yanaşması, onların demokratiyasını bu yeni turbulent dövrdə digərlərindən daha dayanıqlı edə bilərmi? Yoxsa bu, onların yeni çağırışlara çevik reaksiya verməsinə mane olan bir yükə çevriləcək? Bu, cavabı hələ məlum olmayan bir sualdır.